geləcəyinə çalışır. Mən onlara boylananda elə bir təməllikdəyəm. Qızların həftənin ilk günü tərtəmiz olan, həftə boyu qırışan banklarına baxanda elə bilirdim, günəşin şəfəqlərindəyəm. Hələ o gəcə oğlanlar, onların boynu, uşaqlıqdan kişiliyə doğru böyüyən baxışları altına dəst keçəndə elə bilirdim, dörd tərəfli zirvələrlə afərənmiş bir üzərindəyəm. Şagirlərimin sonsuz gülüşləri intihasız bir sonsuzdur. Küləklər də məhvasındayacaq. Bilirdim ki, nə vaxtsa qırılacaq, nə vaxtsa kündə düşüləcək bu gülüşlər. Bilmirdim. O məcranı dəyişməyə bilmirdim. Anasından sevgilisinin acılığını yaşayan şagirimi uzaq dolu uzaq deyə bilmirdim. Bir daha anasının ürəyini tutaqlamayacaq deyə. Atasının yalnız səhvliyindən bezənlərə ata qüdrətli sözü demək istədiyim qədər bilirdim. Qəlbimdə hər ataya aid deyil gəlmişdim. Mən hər sol zəngdə axşamlar ağlayırdım deyil. Əllərimizdən havaya tutduğumuz göyərçinlər qanadları qılacaq, yorulacaq, zərbə alacaq korkusu ilə dualar edirdim. Mən hər sentyabrda o göyərçinlərin oturduqları parkalarda oturan